Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində ağır yol qəzası baş verib. Belə ki, axşam saatlarında KAMAZ markalı yük avtomobili işıqforun qırmızı işığı yanarkən digər yük avtomobilinə çırpılıb. Daha sonra mini avtomobillərinə də ciddi ziyan dəyib. KAMAZ'ın orada elə bir tormuz atqazları dəydi buna. Xırda maşınlar da dəydi buna da. Bir-birinə KAMAZ saçda qoyduğu bir qıraqlı, oradadır KAMAZ. Şoförün də qışları sınıb da, apardılar banısı. Hadisə zamanı zərbənin gücü o qədər çox olub ki, digər avtomobildəki yüklər də yerə tökülüb. Ben geldim svetoforda burada dayandım. Arkadan bir de gördüm bir maşın geldi deydim ha. KAMAZ saxlayabilmədik ki. Tormusa verdi tutmadı. Digər mini avtomobillər sizdən qarşıdaydı, hə? Bəli, svetoforda dayanmışdıq. Geldi maşın vurdu, mənim maşınıma dəydi, mən də o maşına dəydim. Heyvanlarıma yem apardım, töküldü yola. Bəs o sürücünün vəziyyəti necə idi? Ayaqları da sınmışdı, apardılar xəstəxanaya. Səftavorda dayanmışdıq biz. KAMAZ geldi da o KAMAZ. Geldi buna değdi, bu da benim maşınıma değdi. 2 tane de bundan əlavə maşın əzildi. 5 tane maşın əzilib. Svetoforda durmuşdum, heç bilmədim necə olduğunu bilmədim. Bir də gördüm vurdu tulladı qabağa. Yəni bütün maşınlar hərəkətsiz dayanmışdı. Svetoforda durmuşduq da elə oldu. Sürücünün dedilər ki, ayaqları sınıb, həmin o avtomobil sürücüsünün. Digər avtomobillərdə vətəndaşlara sərnişinə ziyan dəymədi? Yox, yox. Ola işmə yaxınlaşmadım, amma kıçı dəsə sınmışdım.